Salam dostlar, hər vaxtınız xeyir. Clash Royale oyununu yenidən yüklədim. Video çəkib YouTube-a qoyum deyə. Bu video tanışlıq videosu olsun. İnşallah növbəti videolar da olacaq. Bu oyundan qeydiyyatım uzun illər əvvəl olub. İndi onu sizə göstərəcəm. İstəyirəm təxmin edəsiniz ki, bu oyun məndə neçə ildə var. Yəni neçə ildə qeyd olmuşam. Göstərim. Bəli, düz 10 ildir. 10 ildir bu oyuna qeydiyyatım var, nə yalan deyim. Belə yığsaq bir yerə, bəlkə heç bir il deyil ki, mən bu oyunu oynayıram. Səviyyə də burada göründüyü kimi 29 səviyyəyəm. İndi hazırda 15-ci arenadayam. Oyunu təxminən bir 2 gündür yükləmişəm və yaxud da 1 gündür. Burada yazır ki, eskilərin ən iyisi. Heç bilmirəm, yəni bu eskilər deyəndə nəyi nəzərdə tutur. Hazırki savaş dəstəm də budur. Məndə digər kartlar da var, amma bu dəstə mənə, yəni belə deyə, daha rahat deyə bununla oynayıram. Bu dəstənin zəif cəhəti hazırda cadılarlandır. Cadıların belə deyək, özündən çıxardığı skeletlərləndir ki, bu dəstə onları yenməkdə belə deyək, qalib gəlməkdə çətinlik çəkir. Hazırda gördüyünüz kimi ümumi oyun ərzində 594 qalibiyyətim olub. Burada hazırda göstərir ki, oyunda 121 kart var. İndi dəqiq bilmirəm həqiqətən 121-dir yoxsa ki, bu arenaya görə göstərir. Amma məndə 121-in 105-i məndə var. Bu da elə bilirəm yaxşı göstəricidir. Belə turnuvalarda olmamışam. Keçək indi kart kolleksiyalarımı sizə göstərim. Hazırda gördüyünüz budur. 3.6 iksirdir. 2.6 da olsa, yəni elə də sürətli də deyil deyim. Amma belə normaldan biraz zəifdir. Keçək kartlara. Kimin nə sualı olsa yaza bilər. Bəli, kartlar bunlardır. Və bir də istəyirəm ki, mənə dəstələr önərəsiniz. Çünki mən buradakı kartlar məndə olsa da, mən bu kartlarla oynamağı bilmirəm. Yəni güclərini tanımıram, necə gücə sahibdirlər və yaxud da tanısam belə, yəni belə deyək, elə də həvəsim yoxdur ki, onları bir-bir test edim. Məsələn, burada bu adı nədir? Bunun yaramaz. Yaramaz mənim üçün yəni təzədir. Yaramaz, yəni əvvəl oynadığımız müddətdə, vaxtlarda bu kartlar yox idi. Məsələn, bu da təzədir, skelet əjdahalar. Ümumiyyətlə, buradan çox kart mənim üçün təzədir, yəni oynamadığıma görə. Mini PKK, bu kartı çox sevirəm. Çox sevirəm. Bunu evrimləşdirdim. Evrim sayılır yəqin ki bu. Məncə evrimsiz daha güclü kimi göründü mənə. Bunu da yorumlarda yazarsınız dostlar. Əvvəl oynadığım kartlardan biri də donuz binicisidir. Həqiqətən birbaşa kuleyə getdiyinə görə çox sevirəm. Mən oynadığım müddətlərdə belə deyək, yuxarı arenada olanlar 3 slasherdən istifadə edirdi. Sonra aynadan istifadə edirdi. İndi bilmirəm, ondan istifadə edirlər, yoxsa yox. Yəni məncə bu kartlar artıq öz destansılığını itirib. Ən zəhləm getdiyim, yəni özümdə olsa xoş olar, amma ki, rəqiblərdə olanda heç xoşum gəlmədiyim cadı. Bəli dostlar, bu qədər və sahib olmadığım kartlar da bunlardır. Belə dostlar, növbəti videolarda neyi görmək istəsəz və yaxud da hansı önəriləriniz olsa buyurarsınız. Növbəti videolarda görüşmək ümidi ilə sağ olun, salamat qalın.